Vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda belə bir 2 mərtəbəli 4 otaqlı həyət evi satışdadır. Ev təmirli vəziyyətdədir. Evin sənədləri tam qaydasındadır. Evin də torpağında sənədləri var. Çıxarış mülkiyyətdir, fərdi yaşayışdır. Notarial qaydada alqı-satqıya gediləcəkdir. Bura evin həyəti, üst görünüşünü göstərdim. Qaz su işıq daimidir. Kommunal xətlərin hər biri qoyulub. Həyətinə trap xətti çəkilib, su xətti çəkilib. Görüntü kimi həyətinə daş döşənibdir və bir maşın da həyətinə yerləşir. Evə daxil olduqda böyle bir geniş dəhlizi var. Dəhlizdə bax, ikinci mərtəbə qalxmaq üçün pilləkən altında da bax, burada belə bir qaydırıb yerdə saxlanılır ki, müəyyən əşyalar da burada yerləşdirmək olar. Dəhlizin sol tərəfində belə bir geniş zal otağı yerləşir. TV üçün işıq xətti çəkilib, kondisioner üçün işıq xətti çəkilibdir. Evin dörd bir tərəfi boşa daşla tikilib. Mərtəbələr arası qeyd etdiyim kimi monolit betonludur. Bax, burada belə bir boşluq var ki, burada da qardırop yığmaq olar, müəyyən əşyaları yerləşdirmək olar. Bura isə geniş bir mətbəx yerləşir və birinci mərtəbədə yerləşən hamam otağı metlaq kafeldir. Onu da qeyd edim ki, pəncərənin də görüntüsü mətbəxdən evin yan tərəfinə baxır. İkinci mərtəbəyə qalxdıqda, ikinci mərtəbədə 3 yataq otağı yerləşir və bir hamam otağı, bir balkon yerləşir. Bura bir yataq otağı, ev göründüyü kimi tam təmirli vəziyyətdədir və geniş işıqlı otaqları var, yataq otaqlarıdır. Burası ikinci bir yataq otağı və üçüncü bir yataq otağı, geniş bir otaqlardır. Buradan da balkona çıxışı. Evin qeyd etdiyim ki, sənədlər tam qaydasındadır. Başlanğıc qiyməti 90 min manat deyilir və real alıcıya endirim olunacaqdır. Sonuncu göstərəcəyim yer isə ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, metlaq kafelidir.